O yedim daldan da. Kərbəlayı ayaqqabılarını çıxardıb, ayaqların gedir. İmam Hüseyin yolu belədir. İnsan İmam-ı Hüseyinə aşık olsa, 7 kilometre qalıb. hərəmə çatmağımıza 7 kilometr qalıb. Baxmayaraq ki, uzun yol gəlmişik. Səvvar qardaşımız ayaqların gedir. Kərbəlayı bir çətin, nezad, ayaqların Hiçbir şey. Ayaqların gəlirsən. Heç bir narahatçılıq hiss eləmirəm. İnşallah 7 kilometr qalır. Nə fikirləşirsiniz? Allahın köməkliyilə ağaya qolçuluq. Fikrim budur ki, nə sevinirəm. Sevinirəm ki, ağama bir də qolçuram, görüşürəm. Qəmlənirəm ki, ağamın qəm günündə Aşuranın dan gələn 40 gün ərzində 40-cı günündə gəlib qovuşuram bir də. Ömrümdə ilk dəfə olan bir qovuşmadır 40-cı günündə gəlib qovuşmaq. Üçüncü görüşümdür ağayla. Allah qaladan dua edirəm ki, Allah qalaya ki, istəyənlərə, arzusunda olanlara, niyyətində olanlara belə ziyarətlər nəsib olsun, qismət olsun. Allah qaladan arzu edirəm ki, bu yol xatirinə, İmam Hüseyin xatirinə bütün xəstələr şəfaat tapsın, evsizlər evdən təmin olunsun, işsizlər halal ruzulu işlə təmin olunsun, müsəlmanları Allah müvəffəq eləsin, salamat eləsin, düşmənləri hidayət eləsin, yox əgər məhvin abid eləsin, dəlil eləsin. Allah səndən də razı olsun, Allah ziyarəti qəbul eləsin. Məşhədi Fərid qardaş, indi Kərbəlayı Fərid qardaş. İndi bundan sonra səni Kərbəlayı Fərid qardaş, Hacı Fərid qardaş çağıracaq inşallah. Selamun aleyküm və rəhmətullahi və bərəkatuhu.